Cəmaət ana bətnində uşaq əməliyyatı eləyir, bunlar isə hələ filan şeydən danışırlar. Cəmaət kosmosda filan işlər görür, bunlar hələ də dindən və yaxud da bu kimi şeylərdən danışırlar. Bəziləri yazırlar ki, indi sənaye inqilabında dünya böyük bir sıçrayış eləyib, bunlar isə hələ filan şeylərdən danışırlar. Əzizlərim, o dediyiniz fənlər kimin sahəsidirsə, gedin onları qınayın. Əgər bizim ölkəmizin və yaxud da dünyadakı müsəlmanların təhsildə geridə qalmışlığı varsa, bu nə müsəlmanların, nə də İslamın günahı deyildir. Bu işdə məsuliyyət daşıyan insanların günahıdır. Əgər tibbdə hər hansı bir geridə qalmışlıq görürsünüzsə, ona görə həkimləri və təhsili qınaya bilərsiniz. Heç də dini və dindarları qınamağa haqqınız yoxdur. Mənim sahəm və yaxud da mənim kimi digər ilahiyyatçilərin sahəsi dini və dinin əhkamların insanlara təbliğ etməkdir. Əgər sənin sahən mühəndislikdirsə, o zaman sən öz sahənə cavabdehsən və bu barədə cəmiyyətə, xalqa, millətə, dövlətə hansı tövhələri vermisənsə, ona görə fəxr eləyə bilərsən, verməmsənsə də özünü və yaxud da öz həmkarlarını qınaya bilərsən. Mən öyrəndiyim sahə ilahiyyətdir. Mən tibbdən danışmağa ixtiyarım yoxdur. Mənim siyasətdən danışmağa ixtiyarım yoxdur. Mənim fizikadan, kimyadan və yaxud da digər dünyavi elmlərin fənlərindən danışmağa ixtiyarım yoxdur. Amma o ki qaldı ki, İslamın bu kimi şeylərə baxışı necədir? İslam 7-ci əsrlə 12-ci əsr arasında dünyaya, bəşəriyyətə, demirəm İslam dövlətlərinə, dünyaya və bəşəriyyətə elə bir tövhələr vermişdir ki, bəşəriyyət tarixi bunu heç vaxt görməmişdir. Bəli, bugün sənayedə böyük inqilablar var, böyük sıçrayışlar var və bu qeyri-müsəlmanların ixtiraları ilə ortaya gəlir, danılmazdır. Lakin bunda günah müsəlmanlarda və İslamda deyil. Bunda günah müsəlmanların hazırdakı təhsildəki durumlarına məsuliyyət daşıyan insanların boynuna düşən şeydir. Mən insanlara dəstəmazı öyrədəndə, namazı öyrədəndə heç də onların bütün vaxtlarını götürmürəm ki, onların dünyavi elm öyrənməyə vaxtları qalmasın. Və həmçinin də İslam dini də bunu haram etmir və qadağan etmir. İnsanlar istədiyi sahədə inkişaf edə bilərlər. Və hətta günümüzdə belə istər idman sahəsində olsun, istər siyasətdə olsun, istər tibbdə olsun və digər sahələrdə müsəlmanlar deyildikdə, yəni dindar insanların ortaya qoyduğu böyük tövhələr vardır. Və bu da danılmazdır və hər kəs bunu görür. Sadəcə bu kimi kommentləri yazan insanların İslama qarşı bir sanki qərəzi var. Və o qərəzi bilmirlər ki, necə ortaya qoysunlar, bu kimi kommentlərlə fikir ifadə eləməyə çalışırlar. Və mən də kəsinliklə insanları bu kimi kommentlərin təsirinə düşməkdən çəkindirirəm və İslam dini çox gözəl dindir, çox əzəmətli dindir